Davamlı və ədalətli sülhə nail olmağın yeganə yolu diplomatiyadan keçir. Bu sözləri ABŞ-nin BMT-dəki səfiri Mike Waltz qurumun Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr zamanı deyib. O, döyüşlərin davam etməsindən və mülki əhali arasında tələfatın artmasından narahatlığını ifadə edib. Bu müharibəyə son qoymaq və bərpa prosesinə başlamaq vacibdir. Davamlı və ədalətli sülhə nail olmağın yeganə yolu diplomatiyadan keçir. Müharibəyə son qoymaq üçün ABŞ ən yüksək səviyyədə səy göstərir. Biz Rusiyaya sanksiyaların yumşaldılması da daxil olmaqla əlverişli şərtlər təklif etmişik. Rusiyadan hücumları dayandırıb sülh razılaşması ilə bağlı danışıqlar aparmaq üçün Ukrayna ilə birbaşa görüşməyi xahiş etmişik. Əfsuslar olsun ki, döyüşlər davam edir və mülki insanlar arasında daha çox tələfata səbəb olur.